Hamını Laçından salamlayıram. Deməli, istəyirəm sizə bir qısa məlumat verəm. Yəni, qısa olmasa da çalışacağım ki, lakonik olsun. Deməli, Laçında 125 kənd, bir qəsəbə var idi işğala qədər, bir də Laçın şəhəri vardı. Deməli, bütün Laçınlılar sağlam düşüncəli insanlar adından deyirəm. Dilimiz doğalıdır. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qəhrəman qazilərimizi qorusun. Allah Azərbaycan dövlətini qiyamətə qədər var eləsin. Allah qətiyyətli Ali Baş Komandanı qorusun ki, bu günləri təkcə Laçın yox, bütün işğal olunmuş torpaqlar, Azərbaycan torpaqları hamısı azad olunubdur. Laçın Azərbaycan demək olar ki, öz suverenliyini bərpa edir. Və bu Laçın şəhərinin bərpasında 8 ayda burada infrastrukturlar tikilib, inşa olunubdur. Bunu deməli Bakı abadlıq eləyibdir. İndi müəyyən firmalar var, onların gördüyü işlərdə qüsurlar var, başqa mövzudur. Amma mən daha qlobal məsələləri istəyirəm qabardan. Deməli, şəhər salma arxitektura komitəsi var ölkədə. Sözsüz ki, bunların da zəhməti çox böyükdür, onu anmaq yəni olmaz. Amma mən istəyirəm, o görülən işləri heç kəs onların əlindən almır. Mən qüsurlar haqqında danışıram. Deməli, Azərbaycan Respublikası Şəhər Salma Arxitektura Komitəsi Laçında bir çox kəndlərin birləşdirilməsi labüddür. Yəni, kəndlərin birləşdirilməsi başa düşürük. 125 kənd, 125 məktəb, 125 xəstəxana, 125 mədəniyyət sarayı, 125 mağazin və s. tikməkdəndirsə, onu məsələn bilirəm ki, məndə olan məlumata görə 48 yoxsa nə qədər kənd olmalıdır. Lap yaxşı, bizim etirazımız yoxdur. Ancaq elə kəndlər var ki, o kəndləri birləşdirilməsində yanlışlığa yol verirlər. Məsələn, bu görkən yer, mollalar, Uludüz və deməli, başqa bir kənd də var. Yəni, bu kəndlər, Uludüz, mollalar, Avazlar kəndləri, 3 dənə kənddir. Bundan bəri də Sus kəndi var idi, Qızılca kəndi vardı. Sus kəndinə problem yaradıblar, onu mən deyəcəm. Yəni, bu kəndlərin üçünü də aparıb birləşdirirlər. Digər Minkət çayının, Həkəri çayının dolu Minkəndin üstündə aparırlar, birləşdirirlər, Malıbəy Sovyetinin kəndi. Hansı ki, bunlar Xoçaz kənd Sovyetinin tərkibində olublar. Xoçazın da yanında istənilən qədər neçə dənə belə kəndləri birləşdirməyə şərait var və yaxud da bunların özünü 3 kəndi, Qızılcanı, Susu da o kəndlərlə birləşdirmək olardı. Yəni, bu yanlış məsələlərdir, tamamilə yanlışdır. Mən xahiş edərdim ki, bu rayonu yaxından tanıyan insanlar hələ hamımız ölüb tutarmamışıq. Bir gələndə məsləhət eləsinlər. Rayonumuzun uzun müddət memar olub Azər müəllim. Bunun rəylərini alın, savadlı mühəndisdir, memardır. Mən də rayonu tanıyıram. Məndən başqa da çox sayda hələ adamlar var ki, Laçını tanıyırlar. Sizə bir məsələ deyim də, məsələn, vaxt vardı, Alxastı kəndini aparıb Qoşasu kəndinə birləşdirmək istəyirlər. Qoşasu Laçının çox axarlı, gözəl bir kəndidir. Qoşasunun özündə ikinci Qoşasu salmağa yer yoxdur. Dağın üstüdür, gözəl. Mən şəxsən oranı Şuşaya bənzədirəm həmişə. Gözəl yerdir, meşəsi, suyu, hər şey. Alxastının da öz yanında gözəl yer var. Onu sonra Alxastı cəmaatı aktivli elədi. Getdilər prezident aparatına qədər. Mən nəhayət axırı bu qərarı dəyişdirdim. Başqa kəndlərdə də təsəvvür edin ki, Dambalaq kəndi var, Şəlbə Sovetliyində, Şəlbənin yanındadır, yaxınlığındadır, onu aparıb birləşdirirlər Oğuldəriyə. Sonra nəsə fikirlərindən daşınırlar. Onun kimi də məsələn Qırışdakı çox kəndlər var. Yəni bu kəndləri mən xahiş edirəm ki, yoldaşlardan, bax, bunları fikirləşirsiniz. Gələcəkdə rayonun burada rəhbərliyi, prezidentin səlahiyyətli nümayəndəsi olsun və ya başqa bir struktur olanda onlara problem yaradasınız. Bax, sizin o elə yanaşmanız, cəmaat tökülüb gələcək bura, şikayət olacaq, danışıq olacaq, haqlı yer özdə. Ona görə də xahiş edirəm bu kəndləri birləşdirəndə Sovet hökumətinin vaxtında onlar ağılsız adamlar deyildilər, bu kənd sovetlərin yaradanda. Məsələn, kənd sovetlərin yaradıblar və onlar da elə uyğundur. Kənd soveti üzrə də siz kəndləri birləşdirə bilərsiniz. Məsələn, Qaraçanlı kəndi var, Pirzana yaxında aparıb birləşdirməyirsiniz Qoşasuya. İndi Qoşasu sizin gözünüzə nə tər görür ki, bilmirəm. Qoşasu balaca kənddir, elə Alfod, Qoşasu öz yanındakı kəndlər orada ancaq ki yerləşir. Yəni, bayaq yenə dedim, Şuşa kimi ətrafı məhdud bir yerdir, gözəl təbiəti, gözəlliyi olan bir yerdir. Hazırla Qaraçanlının da birləşdirin Pirzana. Mən istəyirəm burada bir örnək gətirəm. Mən vaxtıyla Sovet vaxtı Laçında rayon komsomol komitəsinin birinci katibi idim. Bir günləri Mərkəzi Qurumdan bir nəfər mənə zəng elədi, dedi ki,
pambıq haqqında məlumatı niyə verməmişsiniz? Düzü mən elə bildim ki, bu kimdirsə mənlə zarafat eləyir. Onlar da cavan idi. Elə mənim də 25-26 yaşım vardı. Onlar da həmçinin. Dedim bəs bağışlayın, mən kənddə olmuşam, başım qalçıb. Bu gördüm ki, hədd açdı, məni bəyə başladı ki, yox sizin haqqınızda məsələ qaldıracağam, rəhbərlik yapılan. Mən gördüm, dedim ki, sən nə danışsan? Laçında pambıq olmuş ki. Laçın Dağlıq rayonudur, dəniz səviyyəsindən 2000 metr, 2500 metr yüksəklikdə olan rayondur. Burada pambıq olmur, dedi, bağışlayın, mən leriki bilmişəm. Dedim, lerikdə də olmur. Yəni, üzr istəyirəm sizdən, sizin əməkdaşlar görünür, həmən o şəhər uşağı vardı, o nadiyən, həmən adam kimi düşüncədədirlər. Gəliblər Laçına, kartadan, oturublar internetin arxasında, kompüterin arxasında. İnternetdən götürüblər, dərəz bilmədən götürüblər kəndlərin birləşməsini. Məndə o siyahı var, elə belə danışmıram mən. Xahiş edirəm, buna ciddi nəzər eləyəsiniz.